Deməli, sən orada çox maraqlı bir ifadə işlətdin. Diqqət yadıma bir şey düşdü. Dedin ki, ola bilər ki, başqa ölkələrdə o jestin qarşılığı həmən o Qarabağın o Məşqçilər Korpusunun komandanın verdiyi reaksiya o başqa ölkələrdə bəlkə də o reaksiyanı verməzlər. Amma bizim o mental məsələsi. Bizim o mentalımız fərqlidir də və ağlıma nə gəldi? Çox maraqlı bir əhvalatdır. Deməli, getmişəm Portuqaliyadayam, təzə gəldiyim vaxtlardır. Nəysə, orada da deməli, təzə gəlmişəm komandaya. O 2 dənə soyub geyinmə otağı var. Biri əsas komanda üçündür, hansı ki o müqaviləli futbolçular yoxdur. Onlar orada soyunub geyinirlər, hərənin bir otağı var. Yəni belə balacada öz əşyalarını qoymaq üçün. Ya mən də təzə gəlmişəm, utanıram, çox tanımıram da heç kim, 1-2 gündür. Bir də yanında belə balaca bir dənə soyunub geyinmə otağına var. Orada da təzə gələn kim varsa və yaxud da yoxlanışa falan gələnlər varsa, onlar gedib orada paltarlarını elə bir şey dəyişirlər. Deməli, mən də utandığımdan getdim, orada dəyişdim paltarımı. 2 çinli, 1 Kolumbiyalı, bir də Qoytamal aldı. Bir də Braziliyas var idi. Nəzə maraqlı hadisə, yadımda saxlamışam. Nəysə, yox, orada biraz aydınlanma oldu mən. İndi sənin dediyivə gələcəm. O çox üst-üstə düşür də. Deməli, Çinlilərdən biri götürdü, belə o apesini soyur. Nəysə, biz də belə oturmuşuq, hamı bir-birinə baxırdı, heç kim dil bilmir də. Mən ingilis dilini bilmirəm, bunlar pes dil bilmirlər ümumiyyətlə. Nəysə, hamı bir-birinə baxır. İndi bu Çinli də apesini soyur. Mən öz-özümə fikirləşirəm ki, indi Azərbaycanlı başı ilə fikirləşirəm də. Deyirəm, indi bu mənə deyəcək ki, bəs ala qardaş, birini də bir gilə də sən götür. Deyirəm ki, öz-özümə, deyirəm, no, thank you, zaten özümə onu hazırlamışam da. Nəysə, bu qardaş götürdü, qəşəyən belə apesini soydu, elədi. Yanında Çinlidir, biz də belə oturmuşuq da. Guatemalalı mən, Braziliyalı, Kolumbiyalı. Nəysə, oturmuşuq. Bu götürdü Çinli, götürdü birini buna verdi, belə. Başladı yeməyə, heç birimizə təklif eləmədi də. İndi mən öz-özümə fikirləşdim ki, o Azərbaycanlı o başı ilə da, bu belə üzr istəyirəm, o bizdə elə nə hörmətsiz adam. Nə hörmətsiz adam da. Məsəl üçün, heç demir ki, qardaş, istəyirsən, sən də ala bir dənə də, o bizim başında. Ən azı quru təklifdir. Amma sonradan, üstündən bir neçə də elə şeylər oldu. Bir dəfə hesabı ödədim mən, getmişdik yeməyə, həmən o Guatemala ilə Kolumbiyalı, Palacios'la Lopez. Hesabı mən ödədim, bunlar başladı ağlamağa, şahub, nə edirsən, hesab ödəyirsən. Yəni, bunlarda heç şey yoxdur da, başa düşdün. Yəni, sonradan o mənə çatdı ki, əslində məsələ onun səhvi deyil ha. O mənim baxış açım var ha. O öz başım, hansı başla fikirləşirəm. O səhv məndədir. Bunların o başın elə fikirləşməsin səbəbi var da. Bəs söhbət onunla gedir də. Mənim o böyüdüyüm cəmiyyətdə buna bu cür yanaşırlar. Belə deyək də, paryatkasız deyirlər. Əgər küçə dili ilə desək. Amma onların böyüdüyü cəmiyyətdə bu tam normal bir şeydir. Başa düşsənə demək istəyirəm. İndi bu epizodda bəlkə də təklif eləmək olan cəmiyyətində hörmətsizlik ki, bəlkə yemir o. Bəlkə də. Bax, indi burada bu məsələ ilə bağlı, məsəl üçün, tutalım ki, o verilən reaksiya bizim baxış çərçivəmizdən tam haqlı reaksiyadır. Necə yana, sən bizə hərəkət edirsən, məsəl üçün. Amma bəlkə də xaricdə olsa, başqa hansısa ölkədə, o reaksiya olmaz. Əslində, amma biz xaricdə də görmüşük, Diego Simeone, Ronaldo'nun belə hərəkətləri olub ki, Ahmet, çox sərt cəzalar verilir. Yox, əlbəttə. Amma o Diego Simeone ümumiyyətlə belə başqa cür göstərdi. İnan ki, bu da... Ahmet mənim, buyur. Messi milliyyətcə İtalyandır, yəni İtaliyada olma eləsə onun başqa cür. Yəni, 100%. Elədir.